Mən Bakıya gəldiyim müddətdə dəmir yolu vağzalında yatdım. Dəmir yolunda bir insan oğurluq elədi. Yaşlı xalalar idi, arvadlar səs durdular, mən də orada yatmışdım. Arvadlar dedi ki, bu eləyib. Mənə göstərdilər. Mən dedim ki, mən həyatımda oğurluq eləməmişəm. Siz nətər mənə daha belə tutmasın, incidənməzsiniz. Mən oğurluq eləyən şahs deyiləm. Məni Gəncədən soruşa bilərsiniz. Onunla bu xəstəliklə, mən heç kimdən qorxmuram bu həyatda. Bu xəstəliklə də hələ mən incidildim. Bəlkə incidildim. O günü buradan qorxdum, o günü dünyadan qorxdum. Döydülər məni, həqiqətən. Yəni, elə necə, yəni, yetimi döymək nəyə lazım? Sən araşdırmamış, niyə məni döydün? Mən niyə eləmişdim? Adam var idi, oldu, deməyəcəm. Sadəcə döydülər, dedim. Çox, yəni, ağladım, sızladım, yalvardım, Allah, dedim, özüm atacağım. O qədər qorxurdum, o qədər qorxurdum. Amma haqq yerini sonradan tapdım, çox sonradan. Neçə aydan sonra. Amma nə olsun, o qorxu mənə bəs elədi. Mənim bir balaca daxmam olsun. Bir də mənə heç olmasa iş olsun. Ailə işini istəmirəm, mən maşını, pul, heç nə istəmirəm. Mənə bir balaca daxma, özümün olsun, yatmağa yerim olsun. Mən orada burada qalmaqdan, hosteldə bax, çıxacam. Mən sabah fikirləşirəm, hansı skameyka yaxşıdır. Hansını da yatsam qəşəng olar, üşümərəm. Hansını da yaxşıdır, kimsə pis insanlar gəlir, məni döyər birdən.